Salam əziz şagirdlər, əziz abituriyentlər, xoş gördük sizləri. Bilirəm ki, dünəndən sosial şəbəkələrdə kütləvi şəkildə 9 mart buraxılış imtahanı ilə bağlı paylaşımlara rast gəlirsiniz. Özünüz də paylaşırsınız. Çətin idi, belə idi, nə bilim, hədsiz dərəcədə yazmaq olmurdu filan. Bununla bağlı mən də biraz həm sizə dəstək, həm ümumiyyətlə elə fikirlərimi bölüşmək istəyirəm. Həqiqətən də suallar deyildiyi qədər çətin idimi? Mən şəxsən indi öz fikirlərimi sizinlə bölüşəcəm. Çətinlikdən başqa problemlərə toxunacam xüsusən mən. Baxaq uşaqlar, baxaq, deməli, bax bu bizim qrammatika suallarımızdır. Bilirsiniz, dünən düşən suallardır. Deməli, məsələ nədir? Çətinliklə bağlı belə deyim. Burada hardasa 3 sual var ki, onlar haqqında çətindir deyə bilərik. Məsələn, blok səviyyəsində suallar idi. Xüsusən, məsələn, hansı suallardır, mən sizə onu da deyə bilərəm. Bu sualdır, 33-cü sual. Görürsünüz. Bizdə dəqiqə mən... Deməli, 33-cü suala fikir verək. 33-cü sual ümumiyyətlə buraxılış sualı deyil. Nümunələrin ikisinə də aid fikirdir, nümunələrin yalnız birinə aid fikirdir. Heç blok sualı da deyil, ümumiyyətlə bu mix tipli sualdır. Yəni, belə suallar heç abituriyentlərə blokda demək olar ki, düşməsi düzgün deyil, nə də ki, belə deyək, buraxılış vaxtı. Çünki bu sual tipi hədsiz dərəcədə vaxt aparır. İkisinə də aiddir, birinə də aiddir. Nə istəyirsən onu soruş da. Denən ki, birinci aid olan fikri seç, ikinci aid olan fikri seç. Buna nə ikisinə də aiddir. Buna aid olanı tapsan, gərək öbürsünə də baxasan, görürsən, onda da varmı? Yəni, bu hədsiz dərəcədə vaxt aparan sualdır. Məsələn, sonra mən sizə burada fonetika sualını deyə bilərəm. Məsələn, fonetika sualı biraz yenə ağırdır. Yəni, buraxılış üçün ağır sualdır. Bu sözün birini verib təhlil eləsəydilər, haradasa buraxılışa uyğun olardı. 2 söz və onlara aid ortaq cəhətlər və ola bilməz. Məsələn, dünən mənim izahıma baxmışsınızsa, mən birinci ola bilərləri seçmişəm. Sonra cavab tapmayandan sonra təzədən ilişmişəm. Təzədən bir də geri qayıdıb, çünki hazırlıqsız qoşulmuşdum. Birbaşa canlıya ilə suallara baxmadan qoşulmuşdum. Məsələn, sualın özü görürsünüz ağır sualdır. Yəni, ilişdirir adamı. Mən belə ilişmişdim. Qaldı belə. Məsələn, bax bu sual. Ümumiyyətlə, bu şeirlə bağlı verilən suallar, mən sizə bu canlı yayımlarda da demişdim bundan qabaq, məsələn, buraxılışdan öncə ki, belə suallar düşəcək, yadınızdadır da, hətta demişdim qaydalarsınız. Deməli, baxın, bu sual ümumiyyətlə biraz vaxt aparır, yəni hədsiz dərəcədə vaxt aparır, bu sualı deyə bilərəm. Yerdə qalan demək olar ki, başqa sual haqqında hər hansı bir çətindir deyə fikrim yoxdur, məsələn, vasitəsiz nitqdə də elə çətinlik yox idi. Qaldı ki, təhlil məsələn o qədər çətin deyildi. Mən sizə indi bir başqa məsələdən danışacağım uşaqlar. Bax, məsələn, bax bir də bu sual da elə çətin deyil. Əslində topluda çoxdur belə suallar, işləmirsiniz. Yəni onun haqqında çətindir deyə bilmərik. Və yaxud da bu sual elə çətin sual deyil, orta. Məsələn, 36 biraz bərkit deyə uşaqlar bəziləri bilməyib, amma çox da çətin sual deyil. Bunu o qədər testlərdə və yaxud da ki, elə nümunələrdə, hətta biz dərslərdə məsələn o sözləri bərkidilmişdi sözünü o qədər işlətmişəm ki, mən şagirdlərə. Bizdə var, hətta bax, o materialların içində də mən onları göstərə bilərəm ki, işləmişik. Yəni, elə çətin şey deyil. Qaldı mənim burada, bax, bu işarələdiyim suallar məsələsi nədir? Baxın, bura bir dənə uzaqdan görürsünüz. Deməli, bir buraxılış sınağında, bir buraxılış imtahanında bu qədər söz birləşmələrinə toxunmaq məsələsi hədsiz dərəcədə işi ağırlaşdırır. Baxın, uşaqların biraz çətinlik çəkdiyi məsələdir. Söz birləşməsinin aslı tərəfi, əsas tərəfi, söz birləşməsindən ifadə olunub, söz birləşməsidirmi, söz birləşməsi deyilmi kimi ifadələr ümumiyyətlə çətinlik yaradır. Biz bunu dərs prosesində də görürük. Mən onu hələ uşaqlara nümunələr üzərində işlədərək bir yerlərə gətirib çıxarıram. Amma ümumən, məsələn, onu şifahi keçən müəllim şagirdə o mövzuda heç bir şey öyrətmir. Yəni, şagirdlərin əksəriyyəti çətinlik çəkir, düzdürmü? Baxın, indi gəlin belə deyək də, bu sualı birbaşa burada, görün neçə sualda söz birləşməsinə toxunur. Məsələn, deyir ki, tərz hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu. Deməli, tərz hərəkət zərfi təsriflənməyən feilə aid olursa nə yaradır? Feili birləşmə. Bir dənə feili birləşməyə burada toxunur. Sonra gəlib aşağıdakı sualda, 32-ci sualda feillərin hər biri söz birləşməsinin əsas tərəfidir. Variantın birində verib, düzdür, düzgün cavab deyil o.
Amma yəni ən azından təhlil eləyirsən də, yəni söz birləşməsi məsələsinə toxunub. E, Sonrakına keçək. Məsələn bu sualda bayaqki dediyim o ağır sual. Burada yazıb ki, həmcins mübtədalarının ifadə vasitələri söz birləşməsidir. Təbii ki, söz birləşməsi deyil, amma bunu təhlil edib çıxartmaq ki, bu söz birləşməsidir yoxsa yox. Yəni söz birləşməsini bilmək lazımdır, düzdürmü? Düzdür. Sonra gələk bura. Burada bu sualda konkret söz birləşməsinə toxunub, konkret olaraq söz birləşməsindən sual salıb. Məsələn deyib ki, fe'li sifət tərkibi işlənib, fe'li sifət tərkibi işlənib. Çox ağır sual deyil, amma söz birləşməsinə yenə toxunulub. Keçək burada digər bir sualımız. Konkret olaraq məsələn mürəkkəb ad bilirik ki, söz birləşməsidir. Həmin mövzuya aiddir, həmin bölməyə aiddir. Söz birləşməsi ilə bağlı sualdır. Düzdür, çətin sual deyil, ən asan sual bəlkə də budur. Amma yenə də söz birləşməsinə toxunulur. Gələk bura. Bu təhlildə aparan şagird nə etməlidir? Söz birləşməsini bilməlidir. Çünki hərbi xidməti başa vurduqdan fe'li sifət tərkibidir. Deməli, onu bilməlidir ki, bu təhlili eləyə bilsin. İndi baxın uşaqlar, bu qədər bir buraxılış imtahanında cəmi 10 qrammatika olan sualın içərisində bu qədər söz birləşməsinə niyə toxunursunuz? Axı bu mövzu sınağı deyil. Axı bu ümumi 11 illik proqramın içində siz başqa mövzu tapa bilmirsinizmi? Ey hörmətli Dövlət İmtahan Mərkəzi. Bu qədər mövzu qıtlığı mı var? Hə? Mövzu qıtlığı bu qədərdirmi Azərbaycan dilində? Başqa mövzular yoxdurmu? Baxın, 1, 2, 3, düzdürmü? Keçək bu tərəfə. 4, 5, 6. 6 sualın yazılmasında söz birləşməsinin rolu var. 10 sualın 6'sında yəni sən söz birləşməsini bilməlisən deyə soruşuruq. Düzdür, dolayısıyla bağlılığı olan suallar da var, birbaşa söz birləşməsi olan suallar da var. Amma istənilən bir sualda sən söz birləşməsini bilməlisən ki, oradan cavab çıxarasan. Yəni bir buraxılış imtahanında cəmi 10 qrammatika sualında bu qədər söz birləşmələrinə girmək nəyə lazımdır? Yəni mənə bu maraqlıdır ki, bu sualı hazırlayanlar nə kafa ilə, nə ağılla hazırlayıblar ki, bu qədər bir buraxılış imtahanında 6 dənə sualda söz birləşməsinə toxunublar. Yəni bax məsələ budur. Əslində imtahan haqqında fikrimi öyrənməyə yenə deyirəm. Qəliz deyək, yazılmayacaq səviyyədə deyil. Təbii ki, bilən uşaqlar, məsələn 10-10 da yazan var, 9 da yazan var bizdən. Amma ümumi götürək də, indi haqq üçün deyək, yəni ümumi götürəndə məsələn ağır suallar, 2-3 dənə ağır sual var. Bu da hardasa, bax məsələn bu sualın tamamilə buraxılışda yeri yoxdur. Sonra məsələn bu sual ağırdır buraxılış üçün. Blokda salarsınız da, yəni 3-cü qruplara. Nə olub ki? Gələk məsələn bu sual bayaq dedim 35-ci sual burada B variantıdır. Hə bu B variantının 35-ci sualı məsələn ağır sualdır. Bir dənə imtahanda şagirdlərə bu qədər belə deyək də psixoloji təsir etmək bilməm nə dərəcədə doğrudur. İndi belə bir şey də var ki, düzdür. İmtahan çətin olanda hamı üçün çətindir deyək. Ona görə çox da belə deyək bunun stresinə qapılmaq lazım deyil. Önə baxmaq lazımdır. Hələ sizin imtahanlarınız qabaqdadır. Blok imtahanları var. Ona çox yaxşı hazırlaşmaq lazımdır. Bax belə hər mövzuya belə hazır olmaq lazımdır. Bəzən şagirdlərə deyirəm ki, siz yəni hər şeyə hazır olmalısınız da. Bilirsiniz, imtahan belə deyək, o açılmamış sandıqdır. Sən açırsan içindən bilmirsən nə çıxacaq. Düzdürmü? Ona görə sən bir mövzunu düşünün ki, bir şagird əgər söz birləşməsini bilmirsə, 6 sualda büdrəmə yaşayacaq. Bütün Azərbaycan dilini öyrənib hər şeyi bilir, söz birləşməsini bilmir. 6 sualda büdrəmə yaşayacaq da bu imtahanda, düzdürmü? Ona görə blok imtahanına hazırlaşanda bütün mövzuları işləməlisiniz. Anlamalısınız, dərk eləməlisiniz. Şifahi olaraq yox, praktik olaraq bilməlisiniz. Yəni mən sizə bunu bilməm burada necə izah edeyim. Praktik olaraq işləmək nümunələr üzərində. Bundan əvvəl kitablarda çalışmalar var idi. Məsələn mən dərsdə uşaqlara o cür işlədirəm də çalışmalar şəklində. Ki daha mükəmməl öyrənirlər onda. Bax bu o cür eləməlisiniz uşaqlar. Yəni hər şeyə hazır olmaq lazımdır. Blok imtahanda nə oyun olacaq onu bilmirik hələ. Hər şeyə hazır olmalısınız. Keçsək mətn suallarında elə bir problem görmürəm, ciddi bir problem görmürəm. Orada mətn suallarında, o gör mən o mətn suallarını aça biləcəmmi? Hə, mətn suallarında uşaqlar. Hə, açam. Bax burada bir neçə sual haqqında mən deyə bilərəm. Məsələn, mətn sualları
belə deyim də, çox da yazılmayacaq bir dərəcədə deyil. Çətin olan bu nöqtələri tamamlamaq idi. Bir də burada bir sual var idi, ikinci mətndə idi, səhv eləmirəmsə. Hə. Baxın, məxəzlər, məxəz sözünü inanın ki, bəlkə də %90 Azərbaycanlı bilmir. %99 deyərəm bəlkə. Məxəz sözünü bilmir. Hə, mənbə de də buna. Mənbə, gündəlik işlət, mənbə sözünü uşaqdan soruş. Məxəz sözü bizə harda lazım olacaq ki? Həyatımızın hansı hissəsində, o bəzən riyaziyyatı öyrənəndə deyirlər, trigonometriya bizə harda lazım olacaq? Bax, məxəz sözü bizə harda lazım olacaq? Ey Dövlət İmtahan Mərkəzi. Niyə bu sözü şagirddən soruşursan da? Niyə? Bax, səbəb nədir? Gəlmisən, yaxşı, eybi yox, soruşdun. Bunu atdıq bir kənara. Tablo sözü və tablonun içində portret ornament. Yəni bu o demək deyil deyə soruşsan. Niyə də? Bax, biz rəssamıq mı hamımız? Biz bunları, bu terminləri bilməliyikmi? Terminlərə niyə gedirsiniz axı? Ümumi anlayışlar var, şagird dünya görüşü, şagirdin ümumi söz ehtiyatı. Söz ehtiyatı terminləri bilməlisən demək deyil. Məsələn, mən indi bütün riyazi terminləri, bütün nə bilim neft, qaz terminləri, nə bilim nə hamısını bilməli məcburamı? Xeyr. Ona görə də biraz məncə ədalətsizlik var bu imtahanda. Biraz ədalətsizlik var. İnşallah ki, belə deyək də, hər kəs üçün xeyirli, uğurlu olar. 15-də olan imtahanda çox asan düşsə, 9'da olanlara haqsızlıq olmuş olar. Amma əgər 15-də də bu səviyyədə bir imtahan olacaqsa, o zaman çox da narahat olmayın. Köklənin blok imtahanlarınıza. Məsələn, məndə 30 gözlədiyim uşaq 29-28 yazıb. 28 gözlədiyim uşaq 26 yazıb. Ümumən nəticələr belədir. Ümumən nəticələr Respublikada belədir. Ona görə də bu belə olsa, yəni 15-də də imtahan səviyyəsi belə olsa, ümumi ballarda biraz aşağı düşmələr ola bilər. Blokdan da çox şey asılı təbii ki, amma bunu indidən demək də düzgün deyil. Çünki qarşıda blok imtahanları bilmirik hansı səviyyədə düşəcək. Yəni yenə deyirəm, açılmamış bir sandıq da orada var. Açasız qabağınıza nələr çıxacaq, bir mövzuda bəlkə 10 sual salacaqlar, bilmirəm. Elə bil ki, burada qrammatika ilə bağlı fikrim odur ki, təsəvvür edin, şagirdlər elə bir mövzu sınağına gedirlər. Hansısa bir mövzu sınağına. Söz birləşməsindən 6 dənə sual. Nə bilim, valla. Biraz ədalət də yaxşı şeydir. Uğurlar arzulayıram hər birinizə. İnşallah keyfinizi pozmayın. Yaxşı şəkildə, motivasiyalı şəkildə növbəti imtahanınıza hazırlaşın. Yəni, belə deyim, geriyə baxıb ağlamaq lazım deyil. İrəliyə baxıb daha da motivasiyalı olmaq lazımdır. Uğur olsun.